Qızlar salam, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Hər şey yaxşıdır. Həyatınızdakı, şəxsi həyatınızda, iş həyatınızda da hər şey yaxşıdır. Nəysə, gəlin bugün hədiyyə kartım var idi. Hədiyyə kartıma nələr almışam, onu göstərim. İlk gəlin buna başlayaq. Deməli, burada nə var? Bu arada mən Emporiumdan almışam. Emporiumda bir çox markanın məhsulları var. Məsələn, Dior, Kiehl's, Estée Lauder, nə bilim, Yves Saint Laurent, Bobbi Brown, MAC, sonra Armani, Tom Ford, bir çoxu var. Kişilərə çox da bir şey yoxdur, sadəcə duxu var, amma digərlərində ancaq qadınlar üçün cənnətdir. Düz qiymətlər müəyyən qədər bayağı bir. Qiymətlər çox bahadır. Yəni Amerika saytlarına, Sephora'ya və s. baxanda bayağı bahadır. Hətta mən sizə deyərdim ki, bir 60-70 manat çoxunda fərq eləyir. Amma məndə hədiyyə kartı idi deyə əlbəttə ki, yəni sovat. Neysə başladıq. Birinci bu möhtəşəmlikdən başlayıram. Gəlin açaq. Məncə tanıdınız. Mən bunun başqa rəngini almışam bu ay. Sadəcə rənglərini bəyənmədim. Və düşündüm ki, bu mənim əlimdə olsa çox daha yaxşı olar. O birisini bəlkə də biraz ucuz qiymətə satdım. Çünki bir dəfə istifadə etmişəm. O da adı günümdə. Görmürsünüz, məncə adı günümdə aparıram bilə. İstifadə etməyə çalışıram. Belə, gəlin baxaq. Bu deməli neçə nömrəsidir? 001 nömrəsidir. Ən orijinal, ən birinci baxın bu yaranıb. Burada bir enlik, highlighterlar və bronzer var. Amma bunların hamısı əslində bir highlighterdır. Sadəcə rəngli highlighterlar olduğuna görə bu da highlighter paleti gedir və insanlar bunu fərqli məqsədlərə görə istifadə edə bilirlər. Gəlin indi rənglərinə baxaq. Belə. Belə. Bu çəhrayı olandı və bir dənə də bu. Nəsə, bu çox da görünmədi. Ən axırıncı. Ən orijinal, ən birinci yaranan rənglər bunlar idi. İllər sonra Dior fərqli rənglər buraxdı. 001 nömrəsidir və sizə qiymətini deyirəm. Mən Sephora'dan almışdım 96-97 manata. Amma mən bunu Emporiumdan almışam. Burada yazılıb 130 manata. Yəni bu Emporiumda 130 manatdır. İkinci məhsula keçirik. Bu da Dior'dandır. Dior'un belə bir luminizeridir, yəni highlighter deyək biz ona. Baxın bu rəngdən. Çəhrayıdır, çox qəşəngdir, həqiqətən çox qəşəngdir. Yəni belə baxırsınız, belə hayıl-mayıl olursa, mən bu rəngdə olan, bu rəngə oxşar istənilən bir pink rəngi xoşlayıram. Bu Dior olmasa da olar. Gəlin rənginə baxaq. Amma sizə bir şey deyim. Bunu istifadə etmişəm, çox da bəyənməmişəm. Yəni bayaq sizə açmamışdan əvvəl istifadə etdim. Baxın, mən görmürəm. Bilmirəm, işığımı düşmür. Baxın, burada biraz göründü, amma sonra getdi. Çox qəşəng qoxusu var. Sizi valeh eləyə biləcək bir qoxudur. Yəni, belə açırsınız. Yəni, tarif eləyə bilməyəcəm necə bir qoxudur. Amma uşaqlığımdan bir xatirə deyə belə Yasəmənə oxşuyur, sonra biraz yoncaya oxşuyur. Çox qəşəngdir. Bunun da qiymətini sizə deyim. Bunun qiyməti 125 manatdır. Sonra yenə Dior'dan böyük bir paketdə belə bir məhsulumuz var. Ən böyük Dior'dan baxın. Demək olar əlim boydadır. Belə bir məhsulum. Bunu blogerlar, influencerlar çox göstərirlər. Mən dedim ki, şəkillərdə falan çox yaxşı olar. Ona görə də bunu da aldım. Hətta satıcı məndən soruşdu orada. Xanım, böyük boynu yoxsa balaca boynu? Mən də dedim ki, böyük boynu. Elə bil sənin bronzerin yoxdur, sənin ənliyin yoxdur. Belə bir şey. Necə görünür sizcə?
düz deyirsiniz. Mən də düşünürəm ki, biraz rəngi açıqdır. Rəngi açıqdır, çünki bir dənə bu nömrəsi qalmışdı, ancaq bu növü qalmışdı. Forever Nude Bronzer seriyasından 20 medium mat nömrəsi. Belə çox böyük bir güzgüsü var. Xoşum gəldi güzgüsündən. Yəni heç nə yoxdur, güzgüyə görə istifadə. Bilmirəm bunlar refillable-dur yoxsa yox. Yəni yenidən məsələn bu qutarsa yenidən doldurula bilirdi ya yox. Çünki qablaşdırmalar sadəcə baxın belə dəridir bu. O birisi yox, o birisi bilirsən 25 manata qablaşdırma alırsan, o dərəcə çirkindir, amma luminizer olan o çəhrayı. Amma bu çox qəşəngdir, çox böyükdür və içində deyin nə qədər məhsul var. 18 qram. Normalda bronzerlarda ən uzağı 15 qram görmüşəm. Görünür ya yox. 145 manat. 145 manat. Diorun belə bir lipstikini al. Belə bir qablaşdırmada möhtəşəm qablaşdırma. Baxın, təzədən çox danışdım. Belə bir rəngidir. 012 nömrəsidir. Rose Wood gedir. Rose Wood. Mən bilən bugünə qədər hər şeyi açdığım hər şeyin nömrəsini dedim. Deməli, bunun qiyməti neçəyədir? 100 manata. Bu burada 100 manatdır. Sephora'da filan 70 manata falan olur. Yəni mən 70 manata buna çox verərəm, çox deyərəm. Bobbi Brown'dan belə bir üçlü gloss seti almışam. Bu üçlü gloss setinə 70 manat pul vermişəm. Belə Bobbi Brown glosslarıdır. Mini boylardır. Biri 4 millidir. Əslində 4 milli heç də mini sayılmaz. Məncə mən bunu heç vaxt istifadə etməyəcəm. Bunu mən satacağam. Mən bunu kiməsə, məncə bunu mən heç vaxt istifadə etməyəcəm. Bunu kiməsə hədiyyə verəcəm. Slow Jam. Bu Slow Jam'dir. Bu məncə çox gözəl görünür. Dodağımda məhsul var, yoxsa istifadə eləyərdim. Bu belə parlaqdır. Bu ancaq parıltı verir qızlar, yəni rəngi yoxdur. Birinci dəfə kassaya gedəndə belə məhsullar verdilər. Armani'dən, necə Sephora'dan məsəl alanda testerlar qoyulur. Emporiumda da elədi. Armani Gio Profondo ətrinin 2 dənə testerini qoyublar. Parfümün qoxusu çox da xoşuma gəlmədi. Amma çox qəribədir. Yəni ən qalıcı duxu ola bilər də bu. Yəni çox testerlar bu arada yoxlayırıq da neçə gündür. Sephora'dan alıram və s. Amma ən üstə qalanı budur. Və getdikcə ətr xoşuma gəlməyə başlayır. Bilmirəm istifadə etmişsiniz ya yox. Sonra yenə də Armani'dən 2 dənə yenə eyni duxunun testerini qoyublar. Deməli bu hansıdır? Bu C-dir. C Passion. Armani C Passion. Baxın bu duxu içində şəkli var. Bu. Deməli bunda ağır bir şirinlik var. Yəni şirin qoxu sevənlər buna vurular. Deməli içində nə var bunun? Bergamot var, jasmin var, vanilla var. Bir də Lancome'dan 2 ədəd belə kiçik boy göz kremi, gözaltı kremi qoyublar. Qızlar biri 3 millidir. Yəni bu elə də 6 milli. Mən bunu bir ay istifadə edərəm. Keçirik ən çox bəyəndiyim. Əslində məncə Dior'u mən daha çox bəyənirəm. Yəni bu paketə gördüyünüz kimi bu ancaq Yves Saint Laurent'dır. Ya da ki belə deyim Yves Saint Laurent. Nəysə. İlk məhsulumuz belə bir, nədir bu? Hə, məşhur Yves Saint Laurent ənliklərindən biri. Belə açıq çəhrayı rəngdədir. Hər kəsə yaraşacaq bir tondumu yox, çox bəncə soyuq alt tonlu 87 nömrəsidir. Make Me Blush gedir bu blushlar ümumiyyətlə ənliklər. Biri var satin, bir də mat. Bu mat seriyasındandır. Çox istərdim ki, mat seriyası yox, satin seriyasından alım, amma artıq onlar bitmişdi. Keçirik ikinci məhsulumuza, Yves Saint Laurent'dan. Buradan açaq. Belə bir şey. Sizə sadəcə deyə bilərəm ki, məhsulların keyfiyyəti barədə nəsə deyə bilmərəm. Amma paketləmələr barədə onu deyə bilərəm ki, bu dəmirdir. Baxın, bu dəmirdir. Çox qəşəngdir paketləməsi. Rəng də budur. Məncə aldıqlarım arasında, yəni çox dodaq boyası almışam. Bu, Emporiumdan. Amma ən yaxşısı budur.
ən yaxşısı. Çox qəşəng rəngi var. Düz burası dəydi bir yerə, bir yamuldu. Gəlin göstərim. Belə çəhrayı tonlardadır. Mən çox bəyəndim. Yəni gloss kimi bir şeydir. Yəni tez qutara bilər, tez qutarma şansı var, parlaqdır. Əsl glossu da məncə bu. Deməli bu da Love Shine Rouge Levres lipstik gedir. Rouge Love Shine özdə. Neçə nömrəsidir? 44 nömrəsi olmalıdır. Mən ən çox bunu bəyəndim və buna neçə AZN verdik? Buna da 110 manat vermişik. Ümumiyyətlə mən 2 dənə məhsul aldım dodaq boyası olaraq Yves Saint Laurent'dan. İkisinə də 110 manat verdim. O dediyim ikinci məhsul Yves Saint Laurent'dan yenə də üstündə logosu var. Bu rəngdir. Çox tünd rəngdir. Baxın, indi rəngini göstərəcəm. Bir dənə vuran kimi çox qəşəng rəng verdi bu arada. Tünd rəngdir. Bayağı tünd rəngdir, qəhvəyi alt tonludur. 110 manatdır qızlar. Yves Saint Laurent'ın belə bir məhsulu. Bu göz ten paletidir. İndi soruşa bilərsiniz ki, sənin göz ten paletin mi yox idi? Haqlısınız, var yəni. 150 manat. 2 dənə də belə fırça qoyublar, sağ olsunlar. Niyə 2 dənə qoyublar, orası da naməlumdur. Yəni bunu qoymaqdansa bunun başını bura keçirdiniz. That's all. Çox şirin tonlardır, çox gözəl rənglərdir. Yəni belə tünd qırmızıya oxşar bir şey, amma çəhrayıdır. Sonra belə bir çəhrayı, amma gül qurusu tonlarında. Belə parlaq. Bu 2 dənə parlaqlıq, çox qəşəng parlaqlıqda. Bu da belə getdi. Dedim ki, bunu 150 manat almışam. Nömrə 300 Medina Glow. Medina Glow'umuz da belə getdi. Yves Saint Laurent'dan axırıncı məhsulumuza baxırıq. Yox, əslində axırıncı deyil, yox. Göstərəcəm niyə, deyəcəm niyə. Belə. 2 dənə yəni ənliyə almışam Yves Saint Laurent'dan. Biri 87 nömrə, biri də 54 nömrə. 87 çox açıq bir çəhrayı idi. Mən də dedim ki, belə necə deyim, malina tonlarında Berry Bank. Bu Berry Bankdir. O birisini də deyim sizə, o birisini demədim. Bu da Pink Voltage. Nəysə. Deməli bu çox tünd bir çəhrayıdır. Amma məncə çox insana yaraşar. Az tonlarda vursaz, çox insana yaraşar. Belə bir rəngdir. Belə. Amma bunlar 6 qramdır. 6 qram əslində yaxşıdır. Belə bir. Dedim ki, MAC-dən də nəsə alım və satıcı mənə belə dəstin olduğunu dedi, yeni il dəstlərinin. Tam boy məhsullardır. Belə bir dodaq karandaşı, dodaq qələmi və bir... Qızlar, mən son 1-2 ayda çox pomada almışam, çox gloss almışam, amma ən xoşuma gələni MAC oldu. Düzdür, dodağı qurudur, amma qalıcılığı həqiqətən çox yaxşıdır. Bunu alandan sonra o qədər bəyəndim ki, getdim 3 ədəd də əlavə aldım. Yəqin ki, digər videolarda göstərəcəm. Ədəddə pomada. Deməli, bu pomada bu rəngdədir. Dodağımı əslində bayaq vurmuşdum. Çox tünd rəngdədir əslində. Bilmirəm niyə o qədər tündür. Gəlin göstərim. Yəni, bunlar arasında ən tündü ola bilər. Mənə çox tünd rənglər yaraşmır. Çünki düşünürəm ki, mənim dodaqlarım o qədər də böyük deyil. Şişirtməyi də düşünmürəm. Yəni, üzümə hər hansı bir doluğu proses etməyi də düşünmürəm. Çünki düşünürəm ki, çox qorxuludular. Yəni, üzdə deformasiya falan yarana bilər. Dodağım əslində balaca dodaq deyil, məncə görürsünüz. Yəni, İkisi də normal ölçüdədir. Amma bizim tanıdığımız, bildiyimiz o möhtəşəm bloqerların dodaqları kimi deyil. Bu, onlara yaraşar məncə o rənglər. Elə bil, mən balaca belə qara bir şey sürtmüşəm kimi olur və çox pis görsənir və həqiqətən tünd rəngləri çox xanıma yaraşdırmıram. Bəziləri düşünür ki, yaraşır, amma qaradan çox pis görsənir. Deməli, bunun da rəngi, elə qoy yanına qoyum. Rəngləri oxşuyur əslində karandaşla. Elə eyni rəngdə demək olar. Bunlar desən ayrı satılmırdı, limitli seriyaydılar. Bu da belə, bu sifarişmə də görə mənə Yves Saint Laurent'dan belə bir klaç deyirlər də.
klaç verdilər. Çünki kifayət qədər də içində məhsul yerləşir. Heç də balaca deməzdim mən buna. Belə bağlanır, baxın. Bunu verəndə çox sevindim. Hay dedim, çox sağ olun falan. Özü bəxtimə də çox yaxşı bir satış necə deyim, təmsilçisi düşmüşdü. Çünki necə deyim sizə, yəni hər sualı çox normal qarşılayırdı, bezmədən, yəni of eləmədən. Çünki normalda məsələn Sephoranın işçiləri adamı yeyir, tökür. Emporiumda da belə hamısı çox biləndir də. Yəni onların danışıq tərzi, geyimi, meykapı, yəni baxırsan ki, nəsə bilir. Yəni bu xanım Emporiumun hələ birinci biz mərtəbəsində idi də. O qədər məhsul çeşidləri var idi. O qədər orada marka var, məhsul var da. Yəni bir paladanın özü də bilirsiniz ki, neçə dənə nömrəsi var, amma hamısının xanımın xəbəri var idi. Deyəsən səhv etmirəmsə xanımın adı Elmira xanım idi. Və mən 2 dənə də duxu seti aldım. Biri həyat yoldaşıma, biri də özümə. Özümə Yves Saint Laurent'dan seçmişəm. Onsuz da seçmişdim. Artıq hazır idi. Bunun içində nələr var? Yves Saint Laurent'ın neçə millilik? 50 millilik belə bir ətri, Libre'dir bu. Libre'nin çaxmalarını istifadə etmişəm. Yəni istənilən yerdə satırlar. Belə bir çantalıq balaca boyudur. Bu da 10 millidir və belə bir bədən balmı, bədən kremidir, bədən losyonudur. Gəlin baxaq. Belə baxın. Libre'nin balaca boy, böyük boy və lotion. Hələ heç qoxusuna baxmamışam, çünki qoxusunu bilirəm. 295 manat. Bunundur. Bunun qiymətidir. Və həyat yoldaşıma da bir dəst almışam. Şəklini falan buraya yerləşdirəcəm. Tom Ford'un bir 100 milli duxusu idi. Ombre duxusudur, nədir belə bir şey. Bir də ki, yanında da body misti, bədən misti. Bədən spreyi var idi. Ümid edirəm ki, siz də bəyəndiniz. Özünüzə yaxşı baxın. Əgər könlünüzdən bunları almaq keçdisə, inşallah özünüzə güvənin. Bir gün bunların hamısını ala bilərsiniz. Bahalı markalar, bahalı məhsullar hər şey demək deyil. Həyatda elə biləcəyiniz bir çox uğurlar da var və bu uğurların da biri, əlbəttə ki, onu uğur hesab edirsinizsə, bu da olacaq. Belə. Bu arada nə deyirsiniz? Bəlkə məni tanıyın, videosu çəkim, özüm haqqında danışım. Necə fikirdir? Meykapım necədir? Özünüzə yaxşı baxın, sağ olun. Videonu da bəyənməyi və komment yazmağı unutmayın.